Təhsil sistemində rəqəmsallaşma həm vətəndaşların işini asanlaşdırır, həm də xidmətlərin operativ və şəffaf göstərilməsinə imkan yaradır. Hazırda bütün təhsil pillələri üzrə informasiya tam rəqəmsallaşdırılıb. Vətəndaşlara ümumilikdə 62 elektron xidmət onlayn təqdim edilir. Onlardan 8-i MyGov platformasına inteqrasiya olunub. Bu xidmətlərdən hər il 320 mindən çox vətəndaş istifadə edir. Rəqəmsal həllər sayəsində təhsil sahəsində sənəd qəbulu, məlumatın əldə edilməsi və müxtəlif müraciətlərin icrası daha qısa müddətdə həyata keçirilir. Bu isə həm vaxt itkisinin, həm də kağız sənəd dövriyyəsinin azalmasına şərait yaradır. Bu həm də qurumlar arası qarşılıqlı belə deyək, əlaqələrin yaradılmasıdır. Əgər təhsillə bağlı hər hansı bir sənəd lazımdırsa, digər qurumdan asılırsa bu sənəd, artıq elektron hökumət portalı ilə bunu eyni anda həyata keçirmək mümkündür. Məsələn, bilirsiniz, artıq bu ildən etibarən belə deyək, diplomların, attestatların, peşə təhsil müəssisələrinin diplomlarının elektron qaydada veriləcək. Bu da özlüyündə dediyim kimi şəxs öz hesabına girib MyGov hesabında bütün məlumatlarını, təhsil məlumatlarını görə biləcək. Lazım olarsa bir nöqtədən, yəni bir xidmətdən, bir platformadan istənilən sənədini çıxara biləcək. Növbəti mərhələdə isə təhsil sahəsində süni intellekt əsaslı həllərin tətbiqi nəzərdə tutulur. Məqsəd fərdiləşdirilmiş öyrənmə imkanlarını genişləndirmək, müəllimlərin inzibati yükünü azaltmaq və şagird nailiyyətlərini məlumatlara əsaslanan analizlərdən daha dəqiq qiymətləndirməkdir. Eyni zamanda dövlət xidmətlərində tətbiq olunan süni intellekt həlləri MyGov platforması vasitəsilə təhsil xidmətlərinin daha çevik və əlçatan göstərilməsinə də töhfə verəcək. Süni intellektin təhsildə tətbiqi şagirdlər üçün, müəllimlər üçün, eləcə də valideynlər üçün çox əlverişlidir. Nə mənada ki, birinci növbədə ki, şagirdlər öz bilik səviyyəsinə uyğun olaraq, öz qavrama qabiliyyətinə uyğun olaraq istədikləri məlumatları əldə edə biləcəklər. Digər tərəfdən süni intellekt şagirdlərin təqdim etdiyi nəticələrə əsasən təhlillər aparacaq və şagirdlərin zəif və üstün cəhətlərini müəyyənləşdirib bu istiqamətdə biliklərin sistemli şəkildə davam etdirilməsinə çox böyük dəstək göstərəcək. Rəqəmsallaşdırma istiqamətində görülən işlərin gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Süni intellekt əsaslı həllərin tədris və idarə etməyə inteqrasiyası ilə təhsil xidmətlərinin daha əlçatan, operativ və keyfiyyətli olması, vətəndaş məmnuniyyətinin daha da artırılması hədəflənir.